Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 2 mart 2025-ci il tarixində keçirilmiş 11-ci sinif buraxılış imtahan nəticəsi elan olundu. İmtahan nəticəsinə baxmaq üçün Dimqova saytına daxil olursunuz və elə ekranda görürsünüz 2 mart imtahan nəticəsi oraya yazıb və biz bu hissəyə daxil oluruq və görürsünüz açılmış səhifədə ümumi təhsil və ilkin peşə ixtisası. Bax, bunun üzərindən vururuq və burada bizdən iş nömrəsi istəyir. İş nömrəsini indi sizə göstərəcəm ki, hardadır. Siz imtahana gedərkən imtahana buraxılış vərəqəsi var idi. Həmin imtahana buraxılış vərəqəsinin üzərində görürsünüz, burada yazılmış 8 rəqəmli iş nömrəsi var. Həmin o iş nömrəsini indi biz müvafiqxanaya qeyd edək. Və artıq biz iş nömrəsi bura daxil edərək növbət xanasını sıxırıq. Və daha sonra burada vəsiqəmizin nömrəsini qeyd edəcəyik. Yenə imtahana buraxılış vərəqəsinə baxırıq. Həmin imtahana buraxılış vərəqəsinin üzərində A ilə başlayan vəsiqənin nömrəsi var. Həmin hissəni yazırıq biz. Baxın, bu hissəni yazırıq və indi məlumatı daxil edək. Və indi biz vəsiqəmizin məlumatını daxil etdikdən sonra daxil ol düyməsini sıxmaqla imtahan nəticəsinə baxa bilərik. İndi daxil düyməsini sıxaq. Və görürsünüz, artıq burada hər bir fənn üzrə imtahan nəticəsi var və eyni zamanda da aşağı hissədə ümumi topladığınız bal qeyd olunubdur. İmtahanda iştirak etmiş hər bir şəxsə uğurlar arz edirəm. Ümid edirəm ki, istədiyiniz nəticəni toplamısınız. Hər birinizə uğurlar arz edirəm.